Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Emma ba'd. Allah'ın salamı, rahmeti, bereketi, mağfireti cümlemizin üzerine olsun değerli dostlar. İslam İlimler Mektebi Arap Dili Dersleri silsilesine her biriniz hoş gelmişsiniz. Bugünkü dersimizin mövzusu tesniye ve müennes, mübteda ve haberden oluşacak. Biz sizinle daha önceki derslerimizde Arap dilinde cümle növlerinden bahsederken isim cümlesi ve fiil cümlesinden danışmıştık ve o dersimizden itibaren isim cümlesinin örneklerini görmeye devam ediyoruz. İsim cümlesi adı altında biz müfret, müzekker, mübteda haber örneklerini vermiştik. Daha sonra mübteda haber arasındaki uygunluk dersi adı altında müfred ve müennes mübteda haberden meydana gelen isim cümlelerini görmüştük. Bir önceki dersimizde ise tesniye, müzekker mübteda haber numunelerini görmüştük. Bu dersimizde ise tesniye, müennes mübteda ve haberden meydana gelen isim cümlelerini öğreneceğiz inşallah. Tesniye mübteda haber arası uygunluk necə olacaq? Hatırlayırıq ki, cümlenin ikinci üzvü olan haber cümle başındaki mübteda üzvüne həmişə həm cinsiyyət, həm də say baxımından uyğun olmaq məcburiyyətində idi. Bu məcburiyyətdən dolayı da dersimizin qaydasını belə formalaşdıracağıq. Mübteda üzvü tesniye müennes isim olduğunda haber üzvü de eyni şəkildə tesniye müennes olarak gətiriləcək. Bu dersimizde de dikkat ettirmemiz gereken bir husus daha var ki o da müfred isimlerde biz merfuluk alametini damma olarak göstermiştik. Mesela el-cami'atu kadimetun. El-cami'atu mübtedadır. Buradaki müfred bir isim olan el-cami'atu kelimesinin merfuluk alameti sonundaki ötre yani damme harekesiydi. Ancak merfuluk alameti olan ötrenin yerine tesniye isimlerde elif harfi alacak. Bunu unutmamamız lazımdı. Aşağıdaki örneğe bakaq. El-cami'atani kadimetani. İki üniversitet köhnedir. Burada iki üniversitet mənasını veren elif nun şəkilçisidir. Ancaq tesniye isimlerin merfuluk alameti burada dediğimiz kimi elif harfidir. Kadimeten yeni şekilde haberimiz de merfu olacaktı ve haberimizin de merfuluk alameti elif harfidir. İndi ise tesniye müennes mübteda ve haber numunelerini görək. Birinci örneğimiz en-nafizetani meftuhatani. İki pəncərə açıqdır. İki pəncərə mənasını verən şəkilçimiz elif nun şəkilçisidir. Elif nun şəkilçisi tesniyenin şəkilçisiydi. Yani ikilik halın əlamətiydi. Mübtedamız mərifədir. Başında elif lam var. Haberimiz nekirədir. Bunu artık biz her ders tekrar edirik. Bir neçə dersdir ki bunu biz mütemadiyen tekrar edirik ki mövzu daha yaxşı davranılsın ve bir daha unudulmasın. Mübtedamız mərifə, haberimiz nekirədir. Mübtedamız tesniye yani ikilik halında olduğuna göre haberimiz de ikilik halında gelmiştir. Mübtedamız merfu idi. Bu terimini unutmurduk. Merfu idi ve müfred isimlerde merfuluk alameti ötre idi. Ancak tesniye halındaki yani ikilik halındaki isimlerde merfuluk alameti elif harfi olacak. O da burada dikkatimizi çekir. Haberimiz de aynı şekilde merfu idi ve onun da elif harfi burada yer alıp. Örneğimizi bir daha okuyaq. En-nafizetani meftuhatani. İki pəncərə açıqdır. Et-tilmizetani zekiyetani. İki qız tələbə zəkidir. Gördüğünüz kimi elif nun şəkilçisini attığımızda burada et-tilmizetun yani bu aslında bir te-i merbuta idi ve kelimemiz müennes bir isim idi. Ve dersimizin mevzusu da zaten tesniye müennes mübteda ve haberden meydana gelir. Et-tilmizetani zekiyetani. Mübtedamız
Mərife halındadır. Elif lam alıbdı. Ve tesniye halındaki merfuluk əlaməti eliftir. Onu da burada görürük. Xəbərimiz də nəkirə halındadır ve burada elif lam almayıbdı. Mübtədaya say baxımından uyğun olması üçün təsniyə halında gəlib və cinsiyyət baxımından uyğun olması üçün də müənnəs halında gəlib. Yəni bu da əslində bir tə'i mərbutə hərfi idi. Örnəyimiz ət-tilmizətani, iki qız tələbə, zəkiyyətani, zəkalıdır, zəkidir. Həm mübtədamız, həm də xəbərimiz təsniyə halındadır və eyni zamanda müənnəs olaraq gəlmişdir. El-müderrisetani neşitatani. Mübtedamız tesniye halında, haberimiz de tesniye halında. Mübtedamız müennes bir isim olarak gelip, haberimiz de cinsiyet bakımından mübtedaya uygun olarak müennes halında gelmiştir. El-bedletani dayyikatani. İki kostüm dardır. Mübtedamız tesniye halında, haberimiz de mübtedaya uygun olarak tesniye halında gelip, mübtedamız müennes bir isimdir. Sonunda tə'i mərbute ile bitir. Bu tabii ki müfret halda olan bir şeydir. Tesniye halında o tə'i mərbute açık şekilde yazılır. Bu şekilde düşünebilirsiniz. Dayyikatani haberimiz de aynı şekilde mübtedaya uygun olarak müennes halında gelmiştir. El-mudiratani muhlisatani. Mübtedamız tesniye, haberimizde tesniye, mübtedamız müennes, haberimizde müennes olarak gelmiştir. Es-sahafiyyetani libiyyetani. İki kadın jurnalist Libyalıdır. Kadın jurnalist dediğimiz bu mana sondaki tə'i mərbuteden meydana gelir. Kadın jurnalist dediğimiz mana sondaki tə'i mərbute hərfindən ortaya çıxır. Mübtedamız müennes olduğuna göre haberimizde müennes olarak gelmiştir. Eşşâhinetâni seri'atâni. Mübtedamız marifedir. Haberimiz nekiredir. Marife olduğuna göre elif lam şekiltisi alıp, nekire olduğuna göre başında herhangi bir elif lam artikılı yer almayıp. Mübtedamız aynı zamanda tesniyedir. Elif nun şekiltisi var. Haberimizde mübtedaya uygun olarak tesniye gelmesi lazım idi ve gelip. Mübtedamız merfudur. Bu merfuluk alameti tesniyelerde elif idi. Haberimiz de aynı şekilde merfudur ve haberin de merfuluk alameti buradaki elif harfidir. Mübtedamız müennes bir isimdir. Yani kadın cinsinde gelip ve biz bunu buradaki T vasıtasıyla görürük. Aynı şekilde haberimiz de mübtedaya uygun olarak müennes gelmek mecburiyetindeydi ve burada gördüğünüz gibi gelmiştir. Bu qaydaları her ders tekrar edirik. Artık ezberlediğinizi, kavradığınızı düşünürüm. El-mudifetani nahifetani. İki hostes, burada tə'i mərbut olduğuna göre bu müennes bir isimdir. Nahifetani tə'i mərbutenin açık halı, bu da müennes bir isimdir. Her iki üzvümüz tesniye halındadır. Merfuluk alametleri elif harfidir. Er-rivayetani mumti'atani. Her iki üzvümüz tesniye halındadır. Aralarındaki say bakımından uygunluk sağlanıp, her iki üzvümüz müennes halındadır. Aralarındaki cinsiyet uygunluğu sağlanmıştır. Mübtedamız marife, haberimiz nekiredir. Ed-derracetani cedidetani. Her iki üzvümüz tesniye ve her iki üzvümüz müennes halında gelmiştir. İndi isə məşqlərə keçirik. Birinci məşqimiz cümlelerin mübteda üzvlərini
verilen sözlerden istifade ederek boşluklara yazacağız. Birinci örneğimiz zemiletin. Müptedamız ne olacak? İki rəfiqə. İki mənasını veren bir kelime olacak. Yani tesniye halinde olacak. Biz bunu aynı zamanda haberden de anlayabiliriz. Haberimiz tesniye gelmiştir. Haber ne zaman tesniye gelirdi? Müptedaya uygunluk olsun diye gelirdi. Demek ki müptedamız tesniye olacak. Ez-zemiletani ferihatani. Müptedamız mərifədir. Başında elif lam artikılı yer alıp müptedamız tesniye halındadır ve haberimiz de tesniye halındadır. Müptedamız müennes bir isimdir. Burada da gördüğünüz gibi bu t'yi biz ne vardık? Burada açık halde yazdık. Sonrasındaki elife birleşmesi için. Müptedamız müennes halındadır. Haberimiz de müennes olarak gelmiştir. Riyadiyeten biz bunu iki qadın idmançı formasına salacağıq ve mübteda üzvü olarak yazacağıq. Er-riyadiyetani musta'iddetani. İki qadın idmançı hazırdır. Mübtedamız mərifə, təsniyə halında ve müennes olarak gelmiştir. Mübtedaya uygun olarak haberimiz de hem müennes hem de tesniye halında gelmiştir. Muellifetun iki qadın yazıcı halına salacağıq ve mübteda olarak yazacağıq. El-muellifetani meşhuretani. Mübtedamız tesniye, haberimiz de mübtedaya uygun olarak tesniye gelmiştir. Mübtedamız müennes bir isim, haberimiz de cinsiyet bakımından mübtedaya uygun olması için müennes olarak gelip. Saikatin Es-sâikatâni musri'atâni. Es-sadîkatâni vefiyetâni. El-mizalletâni kadîmetâni. El-veziretâni sabiratâni. Mübtedamız tesniye halında, haberimiz de tesniye olarak gelip, mübtedamız müennes, haberimiz de cinsiyet bakımından mübtedaya uygun olması için müennes olarak gelip. En-nâdiletâni meşgûletâni. İki kadın ofisiyant meşguldur. Mübtedamız müennes, haberimiz de müennes. Mübtedamız tesniye halında, haberimiz de tesniye halında gelmiştir. El-ceziretâni qaribetâni. İki ada yakındır. İki mənasını veren şəkilçi neydi? Elif, nun yani tesniye şəkilçisi. El-xizanetâni hadîsetâni. Mübtedamız tesniye halında gelip, haberimiz de
say baxımından mübtədaya uyğun olması üçün təsniyə halında gəlmişdir. Mübtədamız müənnəs olaraq gəlib, xəbərimizdə cinsiyyət baxımından mübtədaya uyğun olması üçün müənnəs olaraq gəlmişdir. İndi isə ikinci məşqimizə keçirik. Cümlələrin xəbər üzvlərini verilən sözlərdən istifadə edərək və lazımi dəyişiklikləri edərək boşluqlara yazacağıq inşallah. Birinci örnəyimiz el-fəkihətəni. Mübtədamız təsniyə halında gəlib və müənnəs olaraq gəlib. Xəbərimizdə o zaman həm təsniyə olaraq gələcək, həm də müənnəs olaraq gələcək. Bunu unutmuruq. Mübtəda necə gəlirsə, xəbəri də o şəkildə yazacağıq. Xəbərimiz nəkirə bir kəlmə olması lazımdır. Ona görə əlif lamı atırıq. El-fəkihətəni məğsulətəni. Mübtədamız təsniyə halındadır. Xəbərimiz də təsniyə halında gəldi. Mübtədamız müənnəs bir isimdir. Xəbərimiz də müənnəs olaraq gəldi. El-cərətəni, iki qadın qonşu. Ganiyyətəni. Mübtədamız təsniyə gəldiyinə görə xəbəri də təsniyə gətirməliyik. Mübtədamız müənnəs gəldiyinə görə xəbəri də müənnəs gətirməliyik. Burada əlif-tə şəkilçisi var. Bu cəm müənnəs səlimin şəkilçisidir. Bu cəm halındadır. Təsniyə halında deyil. Ona görə biz bu kəlmə üzərində bəzi dəyişikliklər etdikdən sonra yazmış olduq. El-hukumətəni daifətəni. Mübtədamız təsniyə, xəbərimiz də təsniyə. Mübtədamız müənnəs bir isim, xəbərimiz də müənnəs bir isim. El-adətəni şaiətəni. İki adət ənənə məşhurdur. Mübtədamız mərifədir, əlif-lam ilə gəlib. Xəbərimiz nəkirədir, əlif-lamsız gəlib. Mübtədamız təsniyə gəldiyinə görə xəbərimiz də təsniyə gəlib. Mübtədamız müənnəs gəldiyinə görə xəbərimiz də müənnəs gəlmişdir. El-mər'ətəni rahimətəni. İki qadın mərhəmətlidir. El-validətəni məridatəni. İki ana xəstədir. El-xaymətəni nəzifətəni. İki çadır təmizdir. Əş-şəcərətəni musmiratəni. İki ağac meyvəlidir. Əs-sifarətəni muğliqətəni. İki səfirlik bağlıdır. Mübtədamız təsniyə halında gəlib, xəbərimiz də təsniyə halında. Mübtədamız müənnəs, xəbərimiz də müənnəs gəlmişdir. İndi isə üçüncü məşqimizə keçirik. Verilən ikili sözlərdən Azərbaycan dilindəki qarşılıqlarına uyğun isim cümlələri meydana gətirməyə çalışacağıq inşallah. Birinci örnəyimiz iki mədəniyyət qədimdir.
Mədəniyyət kəlməsi mübtəda olacaq, qədim kəlməsi xəbər olacaq. Mübtəda kəlməsi hər zaman mərifə olur, yəni başında əlif lam olur və iki mədəniyyət dediyinə görə biz bunu təsniyə halına salmağımız lazımdır. Yəni əlif nun əlavə eləyəcəyik. Necə yazılacaq? Əl-hadaratani gördüyünüz kimi təsniyə halına saldıq və müənnəs bir kəlmə oldu. İndi isə xəbərimizi yazacağıq. Xəbərimiz başında əlif lam yoxdur, düz yazılıb. Sonunda mübtədaya uyğun olması üçün əlif nun əlavə eləyəcəyik. Lakin bir məsələ daha var. Təsniyə və müənnəs bir mübtədamız var. Cinsiyyət baxımından qadın cinsli bir isimdir. Ona görə xəbərimizi də qadın cinsli eləməyimiz lazımdır. Əl-hadaratani qadimetani. Gördüyünüz kimi həm mübtədamız, həm də xəbərimiz müənnəs, yəni qadın cinsli olaraq gəldi və hər ikisi də təsniyə halında yazıldı. İki paraqraf qısadır. Paraqraf mübtəda olacaq, qısa kəlməsi xəbər olacaq. Mübtədamız hər zaman mərifə idi, əlif lam alması lazımdır və iki paraqraf mənasını da biz təsniyə şəkilçisi ilə verirdik. Qısadır kəlməsi xəbər olacaq, başında əlif lam yoxdur, yəni nəkirədir, doğru yazılıb. Mübtədamız müənnəs bir kəlmədir və bu da müənnəs gəlib, bu da doğru. Lakin mübtədamız təsniyə olaraq gələcəyinə görə bunu da biz təsniyə halında yazacağıq. Əl-fiqratani qasiratani. Mübtədamız və xəbərimiz təsniyə, eyni zamanda hər ikisi də müənnəs olaraq yazıldı. İki zirvə ucadır. Zirvə kəlməsi mübtəda, yüksək, uca kəlməsi xəbər olacaq. Mübtədamız mərifə olmalıdır, başında əlif lam olmalıdır, düz. Əl-qimməti müənnəs bir kəlmədir və biz bunu iki mənasını vermək üçün əlif nun ilə yazmağımız lazımdır. Mübtədanı əldə etmiş olduq. Əl-qimmətəni. İndi isə uca kəlməsini yazacağıq. Mübtədamız mərifədir, ancaq xəbərimiz nəkirədir. Əlif lam yazılmayacaq. Əl-murtəfi' müzəkkər bir kəlmədir. Sonunda tə-i mərbuta yoxdur. Buna müənnəslik əlaməti olaraq tə-i mərbutəni əlavə etməyimiz lazımdır. Və eyni zamanda mübtədaya da uyğun olması üçün əlif nunu xəbərə də daxil eləyəcəyik. Əl-qimmətəni murtəfiətəni. Həm mübtədamız təsniyə, həm də xəbərimiz təsniyə. Eyni ilə həm mübtədamız müənnəs, həm də xəbərimiz müənnəsdir. İki qadın idmançı bacarıqlıdır. Qadın idmançı mübtəda, bacarıqlıdır, xəbər olacaq. Mübtədamız əlif lam artiklı ilə gəlməlidir. Müənnəs bir kəlmə. İki mənasını vermək üçün əlif nun əlavə eləyəcəyik. Xəbərimiz əlif lamsız gəlib, doğru. Lakin müzəkkər bir kəlmədir. Mübtədamız müənnəs olduğuna görə bunu da müənnəs halına salacağıq. Və eyni zamanda mübtədamız təsniyə olduğuna görə xəbəri də təsniyə yazacağıq. Ər-riyadiyyətəni məhiratəni. Mübtədamız və xəbərimiz
təsniyə və müənnəs olaraq gəlmişdir. İki qitə böyükdür. Mübtədamız və xəbərimiz. Mübtədamız əliflamla gəlir. Müənnəs bir kəlmədir. İki mənasını vermək üçün əlif nun əlavə edirik. Xəbərimiz əliflamsız gəlib, doğru. Mübtədaya uyğun olaraq müənnəs gəlib, doğru. Lakin iki mənasını vermək üçün, mübtədaya uyğun olması üçün xəbərə də əlif nunu əlavə edirik. Əl-qarratani kəbirətani. İki xidmət keyfiyyətlidir. Xidmət kəlməsi mübtəda, yaxşı keyfiyyət kəlməsi xəbər olacaq. Mübtədamız əliflamlı gəlib, doğru. Müənnəs bir kəlmədir. Lakin iki mənasını vermək üçün əlif nun əlavə eləməyimiz lazımdır. Xəbərimiz əliflamsız gəlib, nəkirə bir kəlmədir, doğru. Mübtədaya uyğun olaraq müənnəs gəlib, bu da doğru. Lakin mübtədaya uyğun olması üçün təsniyə halında gəlməsi lazımdır. Əl-xidmətəni cəyyidətəni. Mübtədamız və xəbərimiz təsniyə və eyni zamanda müənnəs isimdir. İki qadın ofisiant yorğundur. Qadın ofisiant mübtəda, yorğundur xəbər. Mübtədamız əliflam artikl ilə gəlməsi lazımdır. Müənnəs bir kəlmədir. İki mənasını vermək üçün əlif nun əlavə edirik. Xəbərimiz nəkirə gəlməsi lazımdır. Əliflamı atırıq. Mübtədaya uyğun olaraq müənnəs gəlib, lakin bunu da təsniyə eləməyimiz lazımdır. Ən-nədilətəni mut'abətəni. Mübtədamız və xəbərimiz təsniyə və müənnəs isimdir. İki yumurta təzədir. Yumurta kəlməsi mübtəda, təzə kəlməsi xəbər. Mübtədamız əliflamlı və təsniyə halında gəlməsi lazımdır. Nəyə görə? İki mənasını verə bilməyimiz üçün. Mübtədamız müənnəs bir isimdir. Xəbərimiz də o zaman müənnəs olacaq. Mübtədamız təsniyə bir isimdir. Ona görə xəbərimizdə təsniyə gələcək. Əl-beydatəni tazəcətəni. İki avtobus sürətlidir. Avtobus mübtəda, sürətli xəbər. Mübtədamız əliflamlı gəlməlidir. Müənnəs bir kəlmədir və iki mənasını vermək üçün əlif nun əlavə eləyəcəyik. Xəbərimiz nəkirə bir kəlmədir. Əliflam yoxdur, doğru. Mübtədaya uyğun olaraq müənnəs gəlib, doğru. Lakin mübtədaya uyğun olması üçün bunu da təsniyə halına salırıq. Əl-hafilətəni səriətəni. Mübtəda və xəbər təsniyə və müənnəs halında gəlmişdir. Bu dərsin başında diqqət eləyəcəyimiz bir məqam da bu idi ki, müfrəd isimlərdə mərfuluq əlaməti dammə, yəni ötrə ikən təsniyə isimlərdə əlif hərfi idi. Əlif hərfini də bütün örnəklərdə görürük. Nəyə görə? Mübtəda və xəbər hər zaman mərfudur. İndi isə son məşqimizə keçirik. Verilən xətalı isim cümlələrinin doğru şəkillərini boşluqlara yazacağıq inşallah. Birinci örnəyimiz iki klinik, yəni müayinəxana moderndir.
İki mənasını verən burada təsniyə şəkilçisi olmalıydı. İndi biz bunları müşahidə edəcəyik. Birinci örnəyimiz Əl-iyadətani hadisani. Mübtədamız mərifə, yəni əliflamlı gəlməli idi. Doğru. Burada mübtədamız təsniyə gəlmişdir. Bunu yaddaşa atdıq. Mübtədamız müənnəs olaraq gəlib. Bunu da qadın cinsi olaraq gəlib. Bunu da yaddaşa atdıq. Və mübtədanın ikilik formasındakı mərfuluq əlaməti nə idi? Əlif hərfi idi. Bunu da yaddaşa atdıq. İndi xəbərə baxırıq. Xəbər nəkirə bir kəlmə idi. Yəni əliflamsız gəlməli idi. Doğru. Mübtədamız təsniyə gəldiyinə görə xəbər də təsniyə gəlməli idi. Bu da doğru. Ancaq mübtədamız qadın cinsli gəldiyinə görə xəbərin də qadın cinsli gəlməsi lazım idi. Burada bir tə'i mərbutə əksikliyi var. Onu əlavə eləyəcəyik. Və eyni zamanda mübtəda kimi xəbər də təsniyəlik formasında mərfuluq əlamətini əlif olaraq alır. Doğru cümləmiz necə olacaq? Əl-iyadətani hadisətani. İki surə uzundur. Mübtədamız mərifə halında doğru, təsniyə halında gəlmişdir. Bunu yaddaşa atdıq. Müənnəs halında gəlib, qadın cinslidir. Bunu da yaddaşa atdıq. Və mərfuluq əlaməti əlifdir. Bu da doğru. Xəbərimiz əliflamsız gəlib, doğru. Mübtəda təsniyə gəldiyinə görə xəbərin də təsniyə gəlməsi lazımdır. Bu yanlışdır. Ona görə biz əlif nunu əlavə etdik. Eyni zamanda mübtədamız cinsiyyət olaraq qadın cinsinə gəldiyinə görə bura eyni zamanda bir tə'i mərbutədə əlavə eləməyimiz lazımdır. Cümlənin doğru halı Es-suratani taviletani. İki surə uzundur. İki balıq qızardılıb. Balıq kəlməsi təsniyə halında və müənnəs olaraq gəlib. Xəbərimiz nəkirə olmalıdır. Əliflamını atırıq. Burada təsniyə şəkilçisi yoxdur. Onu əlavə edirik və mübtədaya cinsiyyət olaraq uyğun olması üçün eyni zamanda tə'i mərbutəni də əlavə edirik. Əs-səməkətəni məşviyyətəni. Həm mübtədamız, həm də xəbərimiz təsniyə, eyni zamanda mübtədamız və xəbərimiz də müənnəs halında gəldi. İki tablo rənglidir. Mübtədamız mərifə doğru, təsniyə halında və müənnəs gəlib. Xəbərimiz nəkirə doğru. Burada cəm müənnəs səlim şəkilçisi var. Mübtəda təsniyə olduğuna görə bu təsniyə olmalıdır. Cəm olmalı deyil. Və eyni zamanda burada qadın cinsli bir isim olduğuna görə mübtədamız, xəbərimiz də qadın cinsli olacaq. Əl-ləvhətəni mulawwanətəni. İki tablo rənglidir. İki yarış sıxıcıdır. Mübtədamız təsniyə və müənnəs halında gəlib. Xəbərimiz nəkirə olacaq, əliflamsız gəlməlidir. Müənnəs halında gəlib, lakin təsniyə olaraq gəlməyib. Mübtədaya uyğun olması üçün təsniyə halında gəlməlidir. Əl-müsabəqətəni mumillətəni. İki müsabiqə
sıxıcıdır. İki qadın polis diqqətlidir. İki qadın polis mübtədamız təsniyə və müənnəs bir isimdir. Xəbərimiz müənnəs bir isimdir, lakin təsniyə halını almayıb, təsniyə halını da biz əlavə eləyəcəyik. Əş-şurtiyyətəni muntəbihətəni. Mübtədamız və xəbərimiz həm təsniyə, həm də müənnəs isim olaraq gəlmişdir. İki qız rəfiqə hazırdır. Əz-zəmilətəni mübtədamız təsniyə və müənnəs isimdir. Xəbərimiz təsniyə və müənnəs gəlməlidir. Burada cəm halında gəlib, bunun yerinə əlif nun əlavə edirik və bura eyni zamanda müənnəslik əlaməti olan tə'i mərbutəni əlavə edirik. Əz-zəmilətəni müstəiddətəni. İki nəticə müsbətdir. Ən-nəticətəni mübtədamız mərifə halında doğru, mübtədamız təsniyə və müənnəs halında gəlib. Bunu olduğu kimi buraya yazırıq. Xəbərimiz nəkirə halında, yəni əliflamsız gəlib, doğru. Mübtədaya uyğunluğu üçün cinsiyyət baxımından müənnəs gəlib. Bu da doğru, lakin əlif nun şəkilçisini də alması lazımdır. Ən-nəticətəni icabiyyətəni. Həm mübtədamız, həm də xəbərimiz təsniyə və müənnəs halında gəlmişdir. Bugünkü dərsimizin mövzusu bu iki önəmli termin idi. Mübtədamız və xəbərimiz aralarında iki baxımından uyğunluq olmalı idi. Bunlardan birincisi say, yəni mübtədamız müfrəd, təsniyə və ya cəm. Bu hallardan hansında olsa, xəbərimiz də mübtədaya bu hallardan biri ilə uyğunluq sağlaması lazımdır. Eyni zamanda cinsiyyət baxımından bir uyğunluq var idi. Bu da mübtədamızın kişi cinsli, yəni müzəkkər isim olduğunda xəbərin də müzəkkər olması, mübtədanın müənnəs isim olduğunda xəbərin də müənnəs olması demək idi. Dərsimizin mövzusu bu qədər idi. Burada dərsi yekunlaşdırırıq. Ümid edirəm ki, dərs başa düşülmüşdür. Başa düşülməyən, aydın qalmayan bir məqam olarsa, rəy bölməsindən yazaraq bizə sual verə bilərsiniz. Rəbbim hər birimizə müvəffəqiyyətlər nəsib eləsin. Rızasına uyğun şəkildə yaşamağı cümləmizə nəsib eləsin. Gələcək dərslərdə görüşmək diləyilə hər birinizi Allaha əmanət edirəm. Əssəlamu aleykum və rəhmətullah.